Sizinlə yenə mən, nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Təsəvvür eləyin, insan insult keçirdib, əl və ayağını tərpədə bilmir. Əzəllər ordadır, lakin sanki beyin onlara oyan deyə bilmir. Bu zaman müasir texnologiya RPMS köməyə gəlir. RPMS repetitiv periferik maqnit stimulyasiyası sinirləri stimulyasiya edərək əzələ və beyin arasındakı körpünü gücləndirir və bu da insanın həyat keyfiyyətini yaxşılaşdırır. Çox vaxt insultdan sonraki reabilitasiya dövründə istifadə olunur. İdmançılarda zədələrdən sonra reabilitasiya dövrünü sürətləndirmək üçün istifadə olunur və yaxud da ki, əzələ ağrılarında istifadə olunur. Eyni zamanda da boyun və bel problemlərində də istifadə oluna bilir. Ən gözəl yanı isə pasiyent qətiyyən ağrı hiss etmir, lakin sinirlər sanki yenə də oyanır. RPMS xəstə insanlarda həyat keyfiyyətini yaxşılaşdırır və eyni zamanda da sağlam insanlarda performansı və sürəti dəstəkləyir. Yaxşı, bəs sizdə şans olsaydı, RPMS-i daha çox sağlamlığınız üçün yoxsa idman performansınızı artırmaq üçün istifadə edərdiniz? Cavablarınızı şərhlərdə gözləyəcəm. Fikirləriniz mənim üçün çox maraqlıdır. Daha çox məlumat əldə etmək üçün kanalıma abunə ola bilərsiniz.